Qışın mülayim keçməsi Cəlilabadda taxıl sahələri üçün gözlənilməz təhlükə yaradıb. Mütəxəssislər bildirirlər ki, vaxtında tədbirlər görülməzsə bu vəziyyət təkcə ayrı-ayrı təsərrüfatlara deyil, bütövlükdə rayon üzrə taxıl istehsalına ciddi zərbə vura bilər. Bunları məhv edir. Yoxsa bu taxılın məhsuldarlığının artımına çox mənfi təsir göstərəcək. Havaların mülayim keçməsi Cəlilabad rayonunda taxıl sahələrində zərərvericilərin sürətlə yayılmasına şərait yaradıb. Artıq rayonun əksər əkin sahələrində rast gəlinən Zaqafqasiya taxıl böcəyi bitkilərin normal inkişafının qarşısını alır və gələcək məhsuldarlığı ciddi şəkildə sual altına qoyur. Havalar isti keçdiyinə görə bunlara şərait yaranıb əmələ gəlib. İndi bunun üçün gərək əgər yağış, qar yağmasa insektisitlərdən istifadə etmək lazımdır ki, bunları məhv edək. Mütəxəssislər gəlib yoxlama aparandan sonra bizə bildirdilər ki, burada demək dərmanlamaq lazımdır, tələb edicilərə qarşı bu dərmanlama işləri aparmaq lazımdır. Qış aylarında havaların mülayim keçməsi bu zərərvericilərin torpağın alt qatından çıxaraq bitkilərin yarpaqlarına sirayət etməsinə səbəb olub. Nəticədə taxılın inkişaf prosesi zəifləyir ki, bu da sümbülləmə mərhələsini gecikdirir. Bitkinin, yəni bitki qalığının içərisində və yay və yaxud da ki, payız uçumundan sonra o çevrilir alt hissəsinə. Torpağın alt hissəsində qoyulmuş yumurtalara daha münbit, daha yaxşı şərait yarandığı üçün və yeni süfrələr, yəni bu iki süfrələr əmələ gəlir. Süfrələrin də vurduğu ziyanlar bunlardır. Gördüyünüz kimi bitki üzərində yaşıl xlorofillərin yarpaqları bütünlüyünə yeyir və saçvari, ağarmış və saçvari belə bir hörgülər yaradır. Zaqafqasiya taxıl böcəyi əsasən dəmiyə şəraitində olan əkin sahələrinə zərər vurur. Bəzi təsərrüfatlarda isə artıq əkin sahələrinin 40-50% zərərvericilərin təsirinə məruz qalaraq yararsız vəziyyətə düşüb. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, dövlət tərəfindən yalnız gəmiricilərə qarşı dərman təminatı nəzərdə tutulur. Digər zərərvericilərlə mübarizə isə torpaq sahiblərinin öz vəsaiti hesabına həyata keçirilməlidir. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Diana Cəlali, Spice xəbər.